Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə 7-ci sinif testindən bakteriya və göbələklər mövzusundakı test izahının D variantının izahı ilə qarşınızdayıq. Soruşur ki, D variantı bir hüceyrələri müəyyən edin. Bir hüceyrələr bir mukordur. Bir də siyanobakteriyalardır. Dəmir bakteriyalarıdır. Bir də maya göbələkdir. Bunlar bir hüceyrəliyə aiddir. Sonra bizdən soruşur ki, bu göbələklər xəstəlik törədən bakteriyalara qarşı işlədilən pensilin maddəsi alınır. Ağciyər iltihabında angina, difteriya xəstəlik müalicəsində istifadə olunur. Göbələyin adını və əsas xüsusiyyətini cədvəldə qeyd edin. Bu göbələk pensilin göbələyidir. Bunun əsas xüsusiyyəti ondan ibarətdir ki, çox hüceyrəlidir. Yaşıl küf əmələ gətirir. Salxım şəkilli sporangilərdə olur. Yəni çox hüceyrəli olması, əsas xüsusiyyəti çox hüceyrəli olması, yaşıl küf əmələ gətirməsi, bir də salxım şəkilli sporangiləri olmasıdır. Qeyd edilən bakteriyaların əsas xüsusiyyətlərini yazın. Bakteriyaların əsas xüsusiyyətləri hemotrof bakteriyalar. Hemotrof bakteriyalar xemosintez edicidir. Yəni avtotrofdur, yəni kimyəvi rabitə enerjisindən istifadə edirlər. Bunlar kimyəvi rabitə enerjisindən istifadə edirlər. Sonra saprofit bakteriyalar. Saprofit bakteriyalar üzvü qalıqlarla qidalanırlar, heterotrofdurlar. Yəni bunlar avtotrofdursa, bunlar heterotrofdur. Fototrof bakteriyalar da fotosintez edicidir, avtotrofdur. Bunlar günəş enerjisindən. Bunlar da avtotrofdur. Lakin bunlar günəş enerjisindən istifadə edirlər. Hemotroflar kimyəvi rabitələr enerjisindən istifadə edirlər. Avtotroflar isə günəş enerjisindən istifadə etmiş olurlar. Birinci soruşur ki, uyğunluğu müəyyən edin. Deməli, birinci nədir? Kokdur. Koklar birinciyə aid olur. Kok birincidir. Sonra spirillərə aid olur 4. Bax, görürsünüz, spiral şəklində vurulub. Buna 4 aid olur. Basillərə aiddir. Bu görürsünüz, çöp şəklindədir. Basillərə 2 aid olmuş olur. Vibrionla vergül şəklindədir. Bu da 3 aid olmuş olur. Sonra 5-ci sualımızda nə soruşur? Düzgün ifadələri qeyd edin. Aerob bakteriyalar tənəffüs üçün oksigendən istifadə edirlər. Bəli, aerob bakteriyalar tənəffüs üçün oksigendən istifadə etmələri bu düzgündür. Sonra anaerob bakteriyalar oksigenli mühitdə yaşayırlar. Xeyr, səhvdir. Siyanobakteriyalar ətraf mühitdə oksigen xaric edirlər. Bəli, bu düzdür. Sonra qıcqırma bakteriyaları saprofit bakteriyalardır. Bəli, bu da düzdür. Sonra xəstəlik törədən bakteriya saprofit bakteriyalara aiddir. Xeyr. Qırmızı bakteriya günəş enerjisindən istifadə edirlər. Bəli, bu da düzdür. Sonra kükürt bakteriyalar günəş enerjisindən istifadə edir. Xeyr. Dəmir kimyəvi rabitə enerjisindən istifadə edir. Bəli, bu da düzdür. Düzgün hesab olunmuş olur. Sonra şəkilə əsasən düzgün olmayan ifadələri qeyd edin. Bunları nömrələsək daha olmur. Düzgün ifadələri qeyd edin. Düzgün olmayan ifadəni bir hüceyrəlidir. Bəli, düzdür. Tumurcuqlama yolu çoxalır. Bəli. Düzdür. Ağ küf əmələ gətirir. Xeyr. Bax, bu üçüncü, bu düzgün deyil. Sonra heterotrof yolla qidalanır. Bəli. Şəkərli mühitdə yaşayır. Bəli. Bir dənə burada üçüncü olan bu düzgün olmayandır. 7-ci sualımızda deyir ki, Euler-Venn diaqrama uyğun bəndləri qeyd edin. Birinci, hemotrof bakteriyalara aid olanlar xüsusiyyətləri götürək. Bir, kimyəvi rabitə enerjisindən istifadə edirlər. Bir də ətraf mühitdə oksigen qazı xaric etmirlər. Fototrof bakteriyalara aid olanları da götürsək, bir, işıq enerjisindən istifadə eləmələri, bir də xlorofilə malik olmaları. Oxşar xüsusiyyətləri isə avtotrof olması, bir də nüvəsizdirlər. Yəni formalaşmış nüvəsi yoxdur. 1 ilə 4 də oxşar xüsusiyyətidir. 8. Əgər bir başlanğıc bakteriya hüceyrəsinin bölünməsinə maksimum 8 nəsil alınarsa, nəticədə əmələ gələn yeni hüceyrələrin sayı nə qədər olar? Yeni hüceyrələrin 3 nəsil alınarsa, 3 nəsil o deməkdir ki, 2 üstü 3. 2 üstü 3 neçəyə bərabər olacaq? 8-ə. Düzgün ifadələrin altından xətt çəkin. Deməli, çovdar mahmuzu taxıllarda parazitlik edir.
Pensilin göbələyi çox ucu irəlidir. Sonra şibyələr çirklənmiş havada yaşaya bilmirlər. Sonra qov göbələyi ağaclarda parazitlik edir. Sonra mukorun göbələyi sporangisi başçı şəklindədir. Sonra 10-cu sualımızda nə soruşur? 10-cu sual yeməli göbələklər. Yeməli göbələklərə aiddir bir şampinyon göbələyi, bir də birə aiddir bir şampinyon, B, bir də qırmızı baş göbələk, Y. Parazit göbələklərə də aiddir sürmə göbələyi, yəni buradan 2 yazaq, elə ümumiyyətlə 2 yazaq. Sürmə göbələyi, yəni A, sonra çovdar mahmusu C, bir də pas göbələyi də D aid olmuş olacaqdır. 11. Cədvəl əsasın anı göbələk saprofit nümayəndəsi. Bəli, saprofit göbələyin nümayəndəsi şampinyon və yağlı göbələyə aiddir. C. 12-ci sualda məntiqi ardıcıllığı tamamlayın. Parmeliya yarpaq şəkillidir. Daşxına isə qazmaq şəkillidir. C. 12-də C. 13-cü sualımızda soruşur. X-i müəyyən edin. Bakteriya, qidalama tipi heterotrof, istifadə etdiyi enerji kimyəvi enerjidir. O da olacaq qıcqırma bakteriyası A. Sonra 14. Borlu göbələkdir. Borlu göbələyə aiddir. Qov, bir də ağ göbələk borlu göbələyə aid hesab olunur. 15-ci sualımızda qov göbələyi üçün nə doğrudur? Qov göbələyi üçün bir parazit qidalanır, bir doğrudur, bir də meyvə cismi çox illikdir. Bu da C variantına uyğun gəlir. Sonra 16-cı sualımızda nə soruşur bizdən? Eylər Venn diaqramına uyğun bəndi müəyyən edin. Toz ağacı göbələk, İslandiya mamırı. Birinci uyğunluğu müəyyən edəcək. Bir toz ağacı göbələyinə uyğun olanlar, bir insanlar qida kimi istifadə eləyirlər. 1, 3, bir də mitsel meyvə cisimlər əmələ gətirir. Sonra İslandiya mamırına aid olan xüsusiyyətləri görəcək. Müxtəlif xəstəlik müalicəsində istifadə oluna bilər. Bir də sporlar və talon hissələrin bölünməsi yolu ilə çoxalır. 2, 4. Hər ikisinə uyğun xüsusiyyətlər bir qeyri-cinsi yolla çoxala bilirlər. Bir də zulaların sintezi ribosomda həyata keçirir. 17-ci sualımız. 17. Maral mamırında olmur. Maral mamırında yadınızda saxlayın ki, yan kökü olmur. Ümumiyyətlə, yan köklər əmələ gəlib qışır kimilərdə əlavə kök, yan kök. Burada mamırlarda olmur. Ondan sonra 18-ci sualımızda nə soruşur? A plus B-nin cəmini hesablayın. Bakteriya başlanğıc sayı 3. Zaman hər dəqiqədə 2 saat. İkinci bölməyə 2 saat. 2 saatdırsa 120-ni böləcəyik 20-yə olacaq 6. Yəni nəslimizin sayı olacaq 6. İkinci bölünməyə məruz qalan bakteriyanın sayı. Birinci bölünmədə 3 bakteriyada birinci bölünmədə olur 6. İkinci bölünmədə 3. Yaranan nəsillərin deməli İkinci bölünməyə məruz qalan bakteriyaların sayı 6-dır. 2 saat hər 20 dəqiqədən bir. Deməli 6-dır. İkinci bölünməyə məruz qalan bakteriyanın sayını hesablayır. 6 elə birinci bölünmədə 3 idi, bölündü, məruz qalır 2. İkinci bölünməyə elə 6-sı məruz qalacaq. Nəslimizin sayı da 6-dır. Yəni, nəslin sayı 6-dır. İkinci bölünməyə məruz qalan bakteriyanın sayı da 6-dır. Bizdən də A plus A-nın B-nin cəmini. 6-nın üstünə 6 gəlsə neçə edəcək? 12. Yəni, bölünməyə məruz qalan bunun A plus B-nin cəmi 12 olmuş olacaqdır. Sonra bizdən nəyi soruşur? Göbələklərə baş verən prosesləri müəyyən edin. Göbələklərdə nə baş verəcək? Göbələklərdə qaz mübadiləsi baş verəcək. Yəni 2 baş verə bilər göbələkdə. Enerji mübadiləsi baş verə bilər göbələkdə. Bir də heterotrof qidalanma baş verə bilər göbələkdə. 20. Uyğunluğu müəyyən edin. Birinci birə, yəni bir də lövhə şəkilli, lövhəcikli göbələklərə aiddir solğun əzvay.
Sonra 2-yə borucuq şəkilli göbələyə aiddir. Bir yağlı göbələk borucuq şəkilli göbələyə aiddir. Bir də ağ göbələk borucuq şəkilli göbələyə aid olmuş olar. Salxımcıqlar isə pensilin göbələyinə aid olmuş olacaqdır. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.